Qozlu gilas mürəbbəsi qaralmadan necə bu qədər sapsarı alınır? Sirrini bu videoda göstərirəm. Əvvəlcə gilasları təmiz yuyub saplaqlarından təmizləyirəm. Gilasın çəkisini saplaqları və tumları təmizləndikdən sonra ölçürəm. Reseptdəki bütün ölçülər də bu çəkiyə görədir. Gilaslar qaralmasın deyə əvvəlcədən təxminən 2 litr soyuq suya yarım çay qaşığı limon duzu əlavə edirəm və təmizlədiyim gilasları da vaxt itirmədən həmin suya qoyuram. Mən gilasların içərisinə qoz ləpəsi də yerləşdirirəm. Əgər mürəbbənizin qaralmasını istəmirsinizsə, onda ən əsas sirlərdən biri budur ki, qoz ləpəsinin üzərinə mütləq qaynar su əlavə edib qabığını tamamilə soyumaq lazımdır. Bu biraz vaxt apara bilər, amma inanın ki, mürəbbəniz qaralmadan kəhrəba kimi çox gözəl alınacaq. İndi isə şirə hazırlayıram. Şirə qaynamağa düşən kimi meyvələri içərisinə əlavə edib qarışdırıram və ocaqdan götürüb bir 15 dəqiqə, 20 dəqiqə gözlədirəm ki, meyvələr də öz suyunu şirəyə çıxarsın. Burada artıq meyvələr tamamilə öz şirəsini çıxardıb, gür odda tam hazır olana qədər bir dəfəyə bişirib götürürəm. Mürəbbə şirəyə düşən kimi kiçik ölçülü bir limonun ortasındakı ağ hissəni kəsib çıxarıram, sonra qabığı ilə birlikdə qalan hissəsini xırda doğrayıb mürəbbəyə əlavə edirəm. Mürəbbənin tam hazır olmağını da bu üsulla yoxlayıram. Salfet üzərinə mürəbbənin suyundan 1-2 damla əlavə edirəm. Əgər həmən damlalar salfetə tam hopmursa, deməli mürəbbəmiz hazırdır. Son olaraq da çay qaşığının ucunda limon duzu əlavə edib qarışdırıram və ocağı söndürürəm. Mürəbbəyə limon da əlavə etdiyimiz üçün limon duzunu çox az, çay qaşığının ucunda əlavə edirik. Üzərində çox az kəfi olur, onu da salfet vasitəsilə yığıb götürürəm. Nəticə isə budur. Dənələri bütöv, şərbəti şəffaf, rəngi isə qızıl kimi sapsarı. Ümid edirəm ki, bu resepti siz də mütləq sınayacaqsınız. Hazırlayan hər kəsə nuş olsun, hələlik.